çox qlobal bir məsələyə toxunacağıq. Sizcə insanlar ətraf mühiti necə qorumalıdırlar? Yeri zibilləməyək, çalışaq benzinli, dizelli maşınlardansa elektromobillərə, hibrid maşınlara istifadə edək. Zibili yerə atmaq olmaz, yəni sözün düzünü desəm. Özüm də yəni bu günlərim düzdür, siqaret çəkən deyiləm, amma yenə də zibil gördüyüm zaman, yəni özüm onu götürüb atan. Yəni necə ki evimizi qoruyuruq, evimizə zibil atmırıq, məsələn. Eləcə də küçələri qorumaq olar. Səliqəli olsaq, zibilləməsək, kənarlar, oturduğumuz yeri daha sonra özümüz yığışdırsaq. Bizim insanlarda biraz düşüncə var ki, onsuz işçilər var eləyəcək, amma hər birimiz özümüzün sonda qoyduğumuz, öz arxamızda olan zibilləri yığışdırsaq, məncə daha faydalı olar. Zibil atmalı deyilik, yəni urnalara, yəni siqaret çəkəndə adam zibilləri hamısını atmalı bir yerə. Yenə də adamdan çox şey asılıdır məncə, yenə də. İnsanlar təbii ki, buna riayət etsə daha gözəl olar. Çünki zibili atmağa hər bir məkanda, yəni hər bir yerdə zibil qutusu var. Yəni gördüyümüz qədər, hətta şəhərin bütün yerlərində zibil qutuları var və ona riayət olunsa çox gözəl olar.